Əmək Məcəlləsinə dəyişikliklər olunur. Distant iş rəsmiləşdirilir. Vətəndaşların məzuniyyət hüququ ilə bağlı yeniliklər tətbiq olunur. Bütün bunlar Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında müzakirə olunub. Vətəndaşların əmək hüquqlarının qorunması məqsədi ilə qanunvericiliyə dəyişikliklər edilir. Əmək Məcəlləsi və daha 17 qanunvericilik aktına 457 dəyişiklik təklif edilir. Bu bizim son illərdə qəbul etdiyimiz ən böyük dəyişikliklər olacaq qanun layihəsidir. Yəni bu dəyişikliklərin təkcə sayına görə deyil, həm də sambalına görə seçilən bir dəyişikliklərdir. Və bu dəyişikliklərin yaranmasının da çox ciddi əsasları var, səbəbləri var. Əmək Məcəlləsinə distant iş, yəni əmək funksiyalarının elektron, proqram texniki vasitələr əsasında uzaqdan yerinə yetirilməsi forması və teleiş, yəni əmək funksiyalarının telekommunikasiya vasitələri əsasında məsafədən icra olunması kimi anlayışlar daxil edilir. Üçüncü maddədə anlayış əlavə olundu ki, məcəllədə artıq bu təsbit olunsun. Dördüncü maddədə qeyd olundu ki, distant işləyən işçilərin də Əmək Məcəlləsinin təminatları ilə tam əhatə olunması təsbit edilir. 55-ci maddədə isə distant işə dair əlavə əmək şəraiti tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən olunur. Misal kimi deyə bilərik ki, işçi ofisə gəlmir, evdən işləyirsə, onun əmək hüquqları, əmək haqqısıdır, məzuniyyətidir, sosial təminatlarıdır. Bunlar tam şəkildə Əmək Məcəlləsi ilə yenə də qorunur və distant iş şəraiti müqavilədə ayrıca göstərilir. İşçinin məzuniyyətdə olduğu müddətdə aldığı əmək haqqı yeni qaydada müəyyənləşəcək. Yəni, həmin dövrdə alınan əmək haqqının məbləği sonuncu əmək haqqıdan az olmamaqla müəyyən ediləcək. Qanunvericilikdə edilən dəyişikliyə əsasən məzuniyyət günlərinin sayı da artırılır. Amma bu hər kəsə şamil edilmir. Müharibə veteranı adı almış şəxslərə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququ veriləcək. Bütün bu dəyişikliklər sırasında atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi də yer alır. Gender bərabərliyinin təmin edilməsi məqsədi ilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb məsələlərindən arayış təqdim etməklə doğuşdan əvvəl və doğuşdan sonra bütövlükdə cəmi 14 təqvim günü dövrü üçün ödənişli məzuniyyət verilməsi ilə bağlı norma yaradılır. 125-ci maddənin 4-cü hissəsində norma müəyyən edilir. Yeniliklər həm də sosial ədalətin tətbiqinə xidmət edir. Təklif olunan dəyişikliklərə bütöv şəkildə yanaşdıqda görürük ki, bu layihə əmək münasibətlərində hüquqi müəyyənliyi artırmağa, rəqəmsallaşma, məsafədən iş, yeni məşğulluq formaları ilə bağlı hüquqi boşluqları aradan qaldırmağa, işçilərin sosial və iqtisadi hüquqlarının daha dolğun müdafiəsinə, eyni zamanda işə götürənlər üçün aydın və proqnozlaşdırıla bilən hüquqi mühitin formalaşmasına xidmət edir. Əmək Məcəlləsində əlavə və dəyişikliklər də bir mənalı olaraq insan amilinə, sosial ədalətə, cəmiyyətin inkişafına, ictimai inkişafa xidmət edir və çox mütərəqqi əlavələr, dəyişikliklərdir. Bunların içərisində Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının tələblərinə daha belə deyək ki, geniş miqyasda əməl etmək üçün atılan addımlar çox əhəmiyyətlidir. Qanun layihələri birinci oxunuşda müzakirələrdən sonra plenar iclasa tövsiyə olundu. Günay Bünyadzadə, Mirəziz Mirəloğlu, Aysel Abbasova, ATV Xəbər.